Son dövrlər hansısa adını çəkəcəyim 5 yaxşı şairi çox çətinliklə xatırlayaram. Xüsusən gənclərdən. Oxuduqlarımız da bir dövr, yəni o şeir elə bir şeydir ki, emosional təsəvvürlərdən doğur deyə. Məsələn, o sırf həmən müəlliflər üzərində qalıb fikirlərimiz. Ona görə poeziyamızda bugün axtarışlar, çox yaxşıdır ki, axtarışlar davam edir. Xüsusən gənclər üzərində bugün də belə poeziyaların keçirilməsi, azad icmalarda poeziyanın göstərilməsi çox lazımlı, vacibdir ki, biz də gələk buradan sevdiyimiz şairləri ən azından öz dilimizdə görək, tapaq və daimi oxucusu olaq həmin insanların. Təkrarlanmış, işləmiş mövzulardan qaçıram. Sevgi, məhəbbət, bu mövzulardan qaçıram. Daha çox ictimai mövzular çalışıram, şeirlər yazıram. Bu mövzuda şeir, yəni kəmiyyət cihazdır. Ondan olsa da hazır çatdırır. İnsanların işsizlik problemi, ixtilaflaşdığı problemlər, sosial problemlər, ailə problemləri, bu mövzuları çalışıram, əhatə edə bilər. Və bunun üçün də təbii ki, kitab oxumaq qədər, mütaliə qədər müşahidə lazımdır, təcrübə edərəkdir. Bugün bizim üçün çıxış edəcək Xəyal Hüseynov, Simuzəl Abdullayeva, İlkin Ziya. Hər şeyi bacardım ey anacan, yaşamağı bacarmadım sadəcə. Heç qoymadım darıxasan atam üçün, mən də evə piyan gəldim hər gecə. Bir də gördüm qocalmışam mən isə, şərik ola bilməmişəm acına. Zaman büküb tellərini kəfənə, taley beyaz xına qoyub saçına. Kim oğlunu tərifləsə yanında, nə susarsan, nə başıva əyərsən. Sənin oğlun nə iş görür desələr, mənim oğlum yaxşı ölür deyərsən. Getməyin ora, bir də söz verin bizə. Onsuz gecələ gəlmişik özümüzə. Dünya hələ təzəcə doğulanda, o küstü bizdən havalar qaralanda. Deyin siz ona küsməsin, küsməsin. Deyin siz ona su olub süzülməsin. Bu qaranlıqdır bizi aldadan, açarı da götürüb çantamdan, verib əllərinə, əllərində nə gəzir? Küsməyi bilməyənlər yaxşılığı tez sezir. O yandaş, bu yandaş, kim olar kimə yoldaş? Bizə xəbər veriblər, bilmirmiş kimlə gəzsin bu qəriblər. Mələklər gəliblər, bir quş gəndəriblər, ona əlləri ilə parçalan, nuş ol deyiblər. Hansı ki yuva olub quşa söyüd, qəmlidir, sakitləşdirmir ona öyüd. Getməyin ora, bir də söz verin bizə, uyğun parçalar lazımdır qəmimizə. Ey insanlar, mən mövcudam, mən varam. Qara lövhədəki qara ləkə kimiyəm, amma yenə də varam. Səsimi eşidin, qırıntı ilə parçalanıb, gözümdəki sızıntı ilə ağlayıram. Ədəbi bir başlığam, sıxıcı, maraqsızam. Əbədi bir boşluğam, kimsəsiz, qonaqsızam. Mən varam, mən mövcudam. Bədənim var salamat, o bədənə verilmiş soyad bir də ki adam. Evdə olsam şəxsiyyət, çöldə isə cəmaətam. Geyindiyim köynəyəm, qolumdakı saatam. Çox sağ ol əzzanam. Sənə isə salamata, şükür sənə yaradan. Hələ ki salamatam, hələ ki salamatam ey insanlar. Düşünmürəm, qətiyyən düşünmürəm. Çünki hava soyuqdur, çünki gəlib dekabr. Unutmuşam Dekartı. Düşüncələrim donub, amma hələ mövcudam. Sonsuz boşluqda belə özümə künc tapıram. Ədəbi başlıq ilə sözümə güc qatıram. Ey insanlar, bu şeir mövcudluğun yanğısı, var olmağın tüğyanı, mənliyimin damğası, yaşamağın elanı. Ey insanlar, bütün dünya sizi öz otağıma dəvət edirəm. Mən ora sığışarıq, mən isə tək başına dünyamıza sığışmadım. Baxın, görün, eşidin, yaşamadım yaşayım. Yaşadım ki yaşadım, biz bir yerdə mövcuduq. Mən bir də ki otağım. Mən neçə il yaşadım, çatmamışam otağa. Bir onu bilirəm ki ölümümlə yaşıdam. Hamı elə deyilmi? Bəli əziz öldaşlar,
yerinə oturdu daşlar. Var olmaq çətin şeydir, yaxşı bilirək yaşlar. İçirik ki unudaq, vururuq ki qanadaq. Ehtiyac var sübuta, yazırıq ki yaradaq. Ehtiyac var sübuta, hər hansı bir formada. Bəzisi üçün şeir, bəzisi üçün yara, bəzisi sübut üçün başvurur intihara. Bu ən böyük sübutdur. Filan kəs özün astı, bir zamanlar mövcuddur. Bəli, əziz oldaşlar, yerinə oturdu daşlar, məzarımız üstündə. Bu şeiri yazdım ki, biləsiniz mövcudam. Elə bu şeir özü özlüyündə sübutdur. Tarix isə hər hansı bir dekabr ayıdır. Hava biraz soyuqdur.